Peyğəmbərimiz Həzrət Muhammed sallallahu aleyhi və alihi və səlləmin Ramazan ayının son cümə günündə söylədiyi bir qızıl qaydanı sizin diqqətinizə çatdırmaq istəyirəm. Deməli, Cabir bin Abdullah Ənsari deyir ki, mən Ramazan ayının sonuncu cüməsində Allah Rəsulunun yanına daxil oldum. Fələmmə basarani, elə ki, Peyğəmbər məni gördü, qaləli, mənə dedi. Ya Cabir, həzə əxiru cumuatin min şəhri Ramazan. Ey Cabir, bu Ramazan ayının sonuncu cüməsidir. Fəvəddi'hu, bu ayla vidalaş və de. Allahümmə la tec'alhu axirəl əhdi min siyamina iyyahu. Ey mənim Allahım, bu Ramazan ayını bizim sonuncu oruç tutduğumuz ay qərar vermə. Fə in cəaltəhu fəcəalni mərhumən. Əgər qərar belədirsə ki, bu bizim sonuncu Ramazan ayımız və sonuncu orucluğumuz olsun, elə isə məni mərhum, yəni rəhm olunmuş bir kəs elə. Və la təcəalni məhrumən. Məni məhrum, yəni əlindən hər şey çıxmış, əlində heç bir şey qalmamış və xüsusi ilahi lütflərdən məhrum olmuş bir şəxs qərar vermə. فَإِنَّهُ مَنْ قَالَ ذَٰلِكَ ظَفِرَ بِإِحْدَى الْحُسْنَيَيْنِ. Kim belə desə, həmin şəxs iki yaxşılıqdan və ya iki gözəllikdən birinə nail olar. İmmə bibuluği şəhri Ramazan, ya həmin adama qismət olar ki, növbəti Ramazan ayına daxil olar. Və immə bi ğufranillahi və rəhmətihi, ya da Allahın ğufranına, yəni günahlarının bağışlanmasına və Allahın rəhmətinə nail olmasına çatar. Əlbəttə biz deyirik ki, ilahi, bu Ramazan ayını bizim sonuncu Ramazan ayımız qərar vermə. Amma biz bilmirik sabah başımıza nə iş gələcək. Ona görə də Allahdan istəyirik ki, ilahi, əgər bu bizim sonuncu Ramazan ayımız, son tutduğumuz oruçlardırsa, elə isə bizə rəhm elə, bizim günahlarımızı bağışla və bizi məhrum etmə. Yox, əgər qərardırsa ki, biz növbəti Ramazan ayına da çataq, çünki xüsusilə Ramazan ayında Qədir gecələrində insanın bir illik müqəddəratı həll olunur, elə isə bizi bu işə müvəffəq elə.